Bir dənə sən ver. Bir nəfər verəcək, ben bir nəfər. Gəl. Baş ver. Yo, bir nəfər dostum, bir nəfər. Kolumu bura qoyubmuşlar, bura. Özü də bu binadadır. Ona görə ayağımı motosikletini yuxarıda saxlamışam. Yaxşıdır ki, buradan teləkən qalxdım deyə buradan çıxmağa. Hə. Saxlamışam. Sonra indi şeydən yazır da, gözləmə şeyindən gedirlər. Müddətindən gedir. Sonra deyirlər ki, adısızdır. Niyə görə bizim kartımızdan artıq pul çıxdı? Sən kolumu düz qoymursan, bax, kolumu düz qoy günə. Mən düz ünvana yaxınlaşıb, düz ünvanda çəkdim. Nə görə? Saxlamışam burada. Çıxıb getmişəm. Kolumda üstündə başqa sifarişlər var. Çalışacağım Yangoda olan sifarişlərdən ancaq çəkiliş edeyim. Yangoda apardığım sifarişləri. Sadəcə bilmək olmur. Bir də görsən ki, elə vaxt olur, qəşəng sifarişlər verir dayanmadan. Bir də görsən elə vaxt olur, nə bilmir, sifariş gəlmir və elə vaxt olur ki, sifariş gəlir, amma sən özün özünə soyuş qoyursan o sifarişi götürmək ki, yəni belə qiymət olar, bu qiymətə kim sifariş aparar, ya belə düşüncələr olur. İnşallah bugün daha yaxşı olar. İlk sifarişim gəldi. Bu saat 10'da çıxmışam, daha 10'da da yox ha. Onun yarısı falan evdən çıxmışam. Deyək ki, tutalım da 10'a qalmış, 10'da şəhərə çatmışam. Saat 11'ə qalmış sifariş gəlib. Bu dönmə işığı çox böyük rol oynayır. Yəni bəzilərinin gözündə bu heç nədir. Elə fikirləşir ki, yəni adi bir dənə işıqdır da, yansa nə olar, yanmasa nə olar. Çox böyük rol oynayır, yəni dönmə işığı. Niyə görə böyük rol oynayır? Yəni özünüz fikirləşin də, arxadan mən gəlirəm, bunun solu ilə gəlirəm. Bu da sola dönür, dönmə işığını yandırmadan. Riski dönür, qatdalir qabağıma da güzgüyə baxmır. Yəni dönmə işığını yandırmayan, onu 100% bilirəm ki, heç güzgüyə də baxmır. Yangoda sifariş qəbul edəndə, yəni vacib şərtlərdən biri nədir? Mən onu da deyəcəm sizə. Sifarişi qəbul edəndə, yəni mənim özümə uyğun bir qaydam var ki, sifarişi qəbul elədiyim, götürdüm. Baxdım sifarişin damlalarına. Birinci növbədə ilk işim müştəriyə yığmaqdır. Müştəriyə yığıram və deyirəm, salam. Əgər sifarişi ləğv eləmirsinizsə, mən ünvana yaxınlaşıram. Yəni ki, seçim şansı verirəm da bir növ. Yəni ləğv eləmirsənsə gəlirəm. Ləğv edəcəksənsə indidən ləğv elədə. Mən boş-boşuna, yəni burada 2 kilometrdə 3'lü 4'lü yəni sürüb gəlməyim. Onsuz da bunu şirkət yazmır. Yəni gəldiyim məsafənin pulunu yazmır. Müştəri ləğv eləsə belə. Bir halda yazır, yalnız bir halda. Sifariş kartla olsa əgər, gedib sən ünvana çatıb yerindən vurandan sonra ləğv olunsa, orada 1 manat 10 qəpik yazır. Nə yazır ki? Yəni yenə getdiyim yolum deymir. Və Yango işləyəcəksinizsə, bir məsələni deyim sizə. Bir məsələni sizə çatdırım. Burada qapıdan qapıya söhbəti var və bir də ünvandan ünvana söhbəti var. Misal üçün burada qapıdan qapıya seçib müştəri. Mən o zaman rahatçılıqla, buna sağa dönmək var. Rahatçılıqla bunun yəni ünvanına gedirəm. Yəni qapıya kimi daha doğrusu gedirəm. Çünki insan yazıb qapıdan qapıya. Amma yox, əgər ünvandan ünvana olsa, onda getmirəm. Şeyin pulunu verirsən. Ünvandan ünvananın pulunu verirsən də. Yəni ünvandan ünvana misal üçün 1 manatdırsa, qapıdan qapıya yazır misal üçün 2 manat 50 qəpik, 2 manat 20 qəpik. Sən ünvandan ünvan seçirsən, 1 manatlıq sifariş seçirsən və məndən tələb edirsən ki, mən yuxarı qalxım, amma sən 1 manat pul verəcəksən. Onu da ki, eləmərəm baxın. Milyon varı qabağında odur. Ha. Salam olsun. Biraz kaprizli adamdır. Harayı? Prosta nə barədə yəni? Binada ben olur mu neden? Hem bir tane binada kaç tane arkasından yaşayış binası var. Nizami'də? Bayaq yazdım mən onsuz da. Olsa girib atlana versən, şu. Harayı? Deyəsə elə odur da yazın mənə. Əsas məsələ odur ki, bu konumu düz qoysun. Mən gedim burada hərrəni fırlanmıyor. Yangoda yəni maraqlı çatdırılmalar da olur. Belə deyim sizə. Yazıb. Bəli.
Buyurun. Deməli, sağ olun, Allah razı olsun. Olsun. Başqa yerdən gəldi yox. 900 metr qaldı. Dostlar, nə demək istəyirəm sizə? Mən burada yəni heç kimin tərəfini saxlamıram. Hər kəsin şəxsi həyatıdır. Öz bağışdım. Ha. Hərdən belə anlaşılmazlıq olur. Ha. Hərdən şey olur da, belə deyimsə. Hərdən şey olur da, yala, cümlə yadımdan çıxdı deyə. Hə, hər kəsin öz şəxsi həyatı var. Heç kimin şəxsi həyatına mən yəni qarışmaq istəmirəm. Hər kəsin öz seçimidir, özü bilər. Amma bir məsələni sizin diqqətinizi çatdırım. Bayaqlar danışdım. Mən elə bildim ki, söz tonundan, yəni dedim bəy dedim ona. Amma özünüz gördünüz, yəni tam olaraq nə bəy deyir, nə də ki, xanım deyir, müştəri. Amma bir məsələ var ki, anla bizi yaradan Allaha, yəni yalan demirəm də. Bu həmin cəmiyyət tərəfindən dışlanan bu insanlar var. Yenə deyirəm, amma mən tərəf saxlamıram, nə də ki, şey eləmirəm, tərifləmirəm. Amma həmin belə açıq danışıq, transgenderlər olsun və yaxud cinsi azlıqlar olsun, mənim gözümdə hamısı müştəridir. Fərqi yoxdur kim nə işlə məşğuldur, şəxsi həyatında nə. Mənim gözümdə müştəri, mən A nöqtəsindən götürüb B nöqtəsini çatdırıram, ödənişimi alıram. Amma nəyi nəzərə çatdırmaq istəyirəm? Həmin bu cəmiyyətdə cinsi azlıq kimi tanınanlar ən çox kuryerə hörmət qoyan insanlardır. Niyə görə? Bu günə kimi mən misal üçün 100% hesabına götürsək, bunlarda olan panyatka, qalacaq qabiliyyət onlarda olmadı. Bu həqiqətdir. Yəni kim mənim fikrimi necə başa düşsün, səhv başa düşənlər, düz başa düşənlər, yenə deyirəm, mən tərəf saxlamam. Sadəcə olandan danışıram, reallıqdan danışıram. Vallahi, mənə nə gəlib, mən niyə görə yalan danışmalıyam ki sizə? Nə olsa deyərəm, pis olsa deyərəm pisdir, yaxşı oldu deyəm yaxşıdır. Bura qoyub müştəri, bura. Özü də bu binadadır. Ona görə ayağına matsketi yuxarıda saxlamışam. Yaxşıdır ki, buradan pilləkən tapdım deyə buradan çıxmağa. Hə. Saxlamışam, sonra indi şeydən yazır da, gözləmə şeyindən gedir də, bu müddətindən gedir. Sonra deyirlər ki, adlı sizdir. Niyə görə bizim kartımızdan artıq pul çıxdı? Sən konumu düz qoymursan, konumu düz qoy günə. Mən də düz ünvana yaxınlaşıb, düz ünvanda şey edim. Deyə gələ, saxlamışam burada, çıxıb getmişəm. Konumu, üstündə başqa sifarişlər özdə. Ha, Kaspiyan Biznes Mərkəzi. Nə yaxşı, ala buraymış. Alo, salam xanım. Sifariş eləmişdiniz, mən buradayım qapıda. Bəli, bəli. Aha, tamam, çox sağ olun. Növbəti sifarişi götürdüm Yanqodan. Xanım çox ləzzət edirdi mənə nə barədə. Çox nəzakətli, çox qabiliyyətli insan idi. Mən səhv gəlmişdim, bu Kaspiyan Biznes Mərkəzinə vurmuşdum. Mən Kaspiyan Plazanın qabağımı gözləyirdim. Kaspiyan Biznes. Aha, buraymış, Kaspiyan Biznes. Sağ olsun, mənə demədi, gəl qabağa, özü ilə ayaqla yaxınlaşdı. Halbuki qapıdan qapıya vurmuşdu sifarişi. Yəni, belə xanımlarımız da var, belə gözəl, qabiliyyətli insanlarımız da var. Mən fəxr edirəm həqiqətən. Belə insanlar görə həm işə həvəsim artır, həm də ki, özümə elə istədik ki, həqiqətən də belə insanlar var. Çünki gün ərzində o qədər dəymə düşər müştərilərə rast gəlirik ki, mesela bir həqiqət də var ki, ən çox dəymə düşər müştərilər İraq yaxşılarından. Çoxsu Yanqodadır, çoxsu. İstər kopeşlik olsun, qəpiyə müştəri, istər gedib şikayət edirsən, bir dənə xırda çəpə də öyle. Yəni, misal üçün, bağırsan ki, yol propkadır, tıxal suda. Sən proqramda da yazır ha, vaxtında ki, kuryer 15 dəqiqəyə yaxınlaşır. Bu gözləyə bilmir, 15 dəqiqə yox, 10 dəqiqə olur çox vaxt. 10 dəqiqəni gözləyə bilmir, götürür, oradan sifarişə imtina edir, yazır ki, kuryer yaxınlaşmır, kuryer hərəkət edəmir. Bunu şərəfsizlik eləmir. Sən kuryerin çöləyində bahis olur, sonra şirkət müştərinin tələblərini yerinə yetirir, dediyimdə sən. Ona görə mənim başımı gəlir ki, 2-3 dəfə mənə blok atıblar. Bir dəfə hətta yadıma gəlir ki, müştəri üzümə dayandı ki, sifarişi verməyib. Mən halbuki oğluna vermişdim sifarişi. Onda izinmə gedi. Üzümə dayandı və şirkət mənə düz 14 günlük blok atdı. Halbuki şirkətdən zəng gəlmişdim, mən başa saldım, izah edim məsələdə ki, ay balam, telefonu açmadı, zəng çatmadı da. Sonra bir dənə balaca uşaq yaxınlaşdı məhəllənin ağzında konumda. Dedim, sizin sifarişdir. Dedi, bəli, dedim, nədir sifariş? Dedi ki, KFC falan sifariş. Dedi, bəs nömrəyə zəng çatmır, deyirəm, belə telefon sorun. Vəsə,
Bu qədər sadə. Yəni sifarişlərin təfərrüatlarını mənə demişdi, nömrəni mənə demişdi. Mən də təhvil verdim. Amma halbuki müştəri gəlib şikayət edib Yangoya. Amma belə boşluqlar var şirkətdə ki, tam dəqiq araşdırıb analiz eləmirlər hələ. Deməli bizə lazımdır yeni həyat residence. Mən bu yeni həyatını İzmit Plaza idi yoxsa İzmir Parkının yanındakı yeni həyat. Orada yeni həyat deyirlər. Orada həyat tower'dır, həyat tower. Mən o həyat tower'dan bu yeni həyatı bilirsən ki, qarışıq salaram. Yəni o tərəfə getmək istəmirəm. Yəni bir yanlarda işləmək istəyirəm. Bura çox təhlükəli yerdir. Nə badə təhlükəli yerdir. Külək vakumu çox güclü əsir burada. Dəhşət güclü vakuum tutur. Məni bir dəfə Minsk'in vaxtında maşın parkovka edirəm. Dayandığım yerdə bir damcı tərpənmək istəyirdim. Külək necə çırpıcı ağzı üstü yerə. Sağ olsun bir nəfər də yaxın durub, yəni köməkli göstərmədi. Aha, dinlədi. Ha, burada. Oya, parkovkası da varmış falan. Əməliyə bax, soxub özünü ora. Deməli, müştərilə nə edirik? Əlaqə saxlayırıq. Çox keçmədi, növbəti sifariş gəldi. Onu götürməyə gedirəm və yenə həmişəki qaydada müştəri birinci zəng edirəm ki, qardaş, gözləyirsənsə gəlirəm başvurdum. Bir dənə gözləyirəm. Yəni, Yangodakı ən böyük məsləhətim sizə budur ki, birinci müştəri ilə əlaqə saxlayın. Və belə bir şey də olur ki, ola bilir ki, siz zəng etdiyinizdə götürməyə gedir sizə, onu zəng edirsə, sifarişi o vermir, sifarişi qarşı tərəf verir, yəni ikinci B nöqtəsindəki müştəri verir, sadəcə 2 dənə ünvan vurur. Elə olduğu halda onu da dəqiqləşdirin ki, yəni sifarişi siz vermişsiniz, yoxsa ki, qarşı tərəf verir. Yəni mən birində kimdən vaxt alım ki, yəni gəlirəm, atqız eləmin, imtina eləmin. Bu işdə ən böyük ruh düşkünlüyü insan, kuryer, onda yaşayır ki, sifarişi gedib çatırsan, çatına yaxın və yaxud qəbul edirsən, görürsən ki, normal qiymət yazıb. Yəni yerindən tərpənirsən ki, ya Allah deyirsən, bilirsən ki, sifariş imtina edirlər. Bu indiki müştərini mən çox yaxşı tanıyıram. Sən gedirsən, təxmini 10 dəqiqə yaxınlaşır. Diş götürür. Diş yəni düzəlmə, protez dişinə də ondan götürür. Bir də əlaqə saxlayın, bax yenə eyni sözü deyəcəm. Deyəcəm, aptekin yanındayım, oradan arkadan çıxacaq, gələcək. Ali Baba'nın bir çiftliği var, çiftliğində inəkləri var. Deməli, Smile Center'a gedəcək bu. Qardaş, mən ora kesin dala qayıdacağım. Çünki buranın probkası açılmır, ona görə. Açılmaq bilmir, Quran haqqı buranın zəhrimara qalsın, konkret açılmır. Ona görə mən razıyam, yolumu bir balaca uzadım. Bir balaca uzadım yolumu. Qarqaş keçsin. Amma lic burada gözləməyim. Maçıqı da gözləməyinə də bir abırsılıq. Keç qarqaşını çəkəcək kamera, yerləyəcək mənə. Deməli, buradan Smile bildim aldı. Rahat marketin yanında olmalıdır. Əgər dönürsən sağa, ay sağa dön. Əgər rahat marketin yanındakıdırsa, Smile. Mən bir dənə rahatın yanındakıdır. Gəlin rahatdan özümə gəlib sandviç, farklı sandviç alım. Abətdə özümə öyrəşdirmişim sandviç alım. Bu da Burgman'dır bu. Çox qəşəng mopeddir bu, Burgman. Baxın. Burgman'da çox belə dözümlü, daşlayan, sözünü deyən efir mopeddir də, Suzuki Burgman. Düz qiyməti də qiymətli. 150 kubdur da, səhv olmasa Burgman'da. 150 kubdur, 5000 neçə olmalıdır. Amma gəlginən ki, dəyər də, bilirsən ki, keyfiyyətli bir şeyə pul verirsən. Smile Center. Bunu Allah'a xoş gələn bir yerdə saxlayaq.
Salam xanım. Bu Zülfü göndərib. Sağ ol. Все. Mission completed. Bir dənə sən ver. Bir nəfər verəcək, bax bir nəfər. Gəl. Baş ver. Yo, bir nəfər dostum, bir nəfər. Yo, bir nəfər, bir nəfər. Söv. Sağ ol. Yo, bir nəfər. Deyirsən ki, asta verəcəklər, başlayırlar bərk verməyə. Gələn dəfə dostum, gələn dəfə. Yaxşı, şirin, toppuş. Gözəl oğlansan, qəşəng oğlansan, amma gələn dəfə. Can? Nədir ki o? Kırla? Hə, eyni şeydir hə, hamısı eynidir. Onun da motor qoysun, olacaq motosiklet. Ehtiyatlı olun, al sürəndə. Maşın yoluna çox çıxmıyor. Mən açıq bir söz deyim ki, uşaqların xətrinə deyməyə heç vaxt xoşlamıram, istəmirəm xətrinə deyim. Amma bir məsələ var ki, bu yəni oyuncaq deyil də, bu hər dəfə, neçə dəfə olub ki, məsələn, yasamalının özündə uşaqlar oynayan yerdə. Fərqi yoxdur, yəni, bu yer fərqi yoxdur, harada olur olsun. Uşaqlar yaxınlaşırlar, heç birini xətrinə deyməmişim, mən bir qaz verim, başçısı, buyur qaz verim. Amma, mən başa salmışam axı, qardaş, asla ver ha, bunu bərk vermə. Dibinə kimi köşkləndən sonra mən özümə söz verdim ki, neçə dəfə başıma dibinə kimi köşklərlər, heç qulaq asmadılar. Ondan sonra heç kimə vermirəm. Prosta da uşaq dalınca qaça gəldi, ürəyim dözmədi. Ona görə dedim ki, bir dənə sən verdirsən qaz.